Hər vaxtınız xeyir. Bugün sizinlə birlikdə okean temperaturunun dərinliklərinə baş vuracağıq. Planetimizin bu nəhəng su kütləsinin günəşli səthindən tutmuş zülmət dərinliklərinə qədər temperaturun necə dəyişdiyini, yəni okeanın gizli hekayəsini öyrənəcəyik. Gəlin bir anlıq düşünək. Deyək ki, bir stəkan adi suyu və bir stəkan da meyvə şirəsini buzxanaya qoydunuz. Sizcə, hansı daha tez donacaq? Bu sual qəribə görünsə də, cavabı bizi birbaşa okeanın ən böyük sirrinə aparır. Düzgün cavab əlbəttə ki, saf sudur. Niyə? Çünki suya hər hansı bir maddə, məsələn, şirədəki şəkər kimi bir şey qatanda, onun donması üçün daha aşağı, yəni daha soyuq bir temperatura ehtiyacı olur. Bax bu, okeanların sirlərini açan ilk açardır. Yaxşı, indi gəlin bu sadə mətbəx təcrübəsini götürək və onu bütün planetə tətbiq edək. Okeanın içindəki o inanılmaz miqdarda duz, onun temperaturunu əslində necə idarə edir? Məhz belə. Okean suyundakı duz eyni ilə şirədəki şəkər kimi işləyir. Suyun donma nöqtəsini 0 dərəcədən xeyli aşağı salır. Bu sadə fizika qanunu əslində bütün okean sistemini formalaşdırır və planetimizdə həyatın mövcud olmasının əsas səbəblərindən biridir. İndi isə gəlin okeanın səthinə, yəni günəşin öpdüyü o geniş mavi səthə baxaq. Burada temperaturun paylanması demək olar ki, tamamilə günəşin yazdığı bir hekayədir. Baxın, bu xəritədə hər şey aydındır. Günəş şüaları ekvatora daha dik vurduğu üçün oradakı sular qıpqırmızı, yəni çox istidir. Qütblərə doğru getdikcə isə şüalar daha maili düşür və sular get-gedə soyuyaraq mavi rəngə çevrilir. Hər şey günəşin və yerin formasının oyunudur. Bütün okean sularını götürüb ortalama bir temperatur çıxarsaq, bu rəqəmi alarıq. 17,5 dərəcə. Amma aldanmayın, bu sakit görünən rəqəmin arxasında həqiqətən də qaynar istilər və dondurucu soyuqlar gizlənir. Bu isə planetimizin ən isti nöqtəsidir. 5-10 dərəcə şimal enlikləri arasında okean daralır və günəşin altında sanki bir qazan kimi qaynayır. Nəticədə orta illik temperatur 27,4 dərəcəyə çatır. Təsəvvür edirsiniz. Spektrin o biri başında isə qütblər var. Orada duzlu okean suyu nəhayət təslim olur və -2 dərəcədə donur. Bu, duzun donma nöqtəsini sıfırdan nə qədər aşağı çəkdiyinin canlı sübutudur. Yaxşı, səthi anladıq. Bəs günəş işığının heç vaxt çatmadığı o zülmət dərinliklərə endikcə bizi nə gözləyir? Gəlin şaquli səyahətimizə başlayaq. Deməli, okeanın dərinliklərinə səyahətimiz 3 mərhələdən ibarətdir. İlk 100 metr günəşin istisini hiss edir, fəsillərlə birlikdə dəyişir. Sonra 1000 metrə qədər olan alatoran zonaya daxil oluruq. Burada işıq azalır və temperatur kəskin şəkildə aşağı düşür. Və nəhayət, 3000 metrdən sonra bizi daimi qaranlıq və sarsılmaz bir soyuqluq, yəni uçurum qarşılayır. Bunu yadda saxlamaq üçün çox sadə bir qayda var. Hər bir kilometr dərinə endikcə su təxminən 2 dərəcə soyuyur. Bu, okeanın dərinliklərinin nə qədər sürətlə soyuq bir dünyaya çevrildiyini göstərir. Səyahətimizin son dayanacağı 3000 metrdən daha dərin olan okean uçurumu. Burada temperatur demək olar ki, heç dəyişmir. Cəmi 2-3 dərəcə. Bura sanki planetin nəhəng təbii soyuducusudur. İndi isə gəlin biraz da böyük mənzərəyə baxaq. Dünyanın 4 böyük okeanının hər birinin öz xarakteri, öz temperaturu var. Görəsən, onlar bir-birindən nə ilə fərqlənir? Deməli, coğrafiya hər şeyi həll edir. Sakit okean ekvator boyunca çox geniş yer tutduğu üçün 19 dərəcə ilə ən istisidir. Hind okeanı isə sanki Asiyanın dağları ilə qorunan isti bir hovuz kimidir və orta temperaturu 17 dərəcədir. Atlantik okean ekvatorda daha dar olduğu və soyuq cəryanların təsirinə daha çox məruz qaldığı üçün biraz sərindir, 16,5 dərəcə. Və təbii ki, siyahının sonunda günəşin üzünü demək olar ki, heç görməyən şimal buzlu okeanı gəlir, cəmi 0,9 dərəcə. Bax, bu diaqram okeanlar arasındakı fərqi bir baxışda anlamağı kömək edir, sakit okeanın digərlərindən necə irəlidə olduğunu və şimal buzlu okeanının necə kəskin şəkildə fərqləndiyini dərhal görmək olur. Və beləcə sonuncu və bəlkə də ən maraqlı sualımıza gəlib çatdıq. Əgər dərin okeanlar bu qədər soyuqdursa, temperatur donma nöqtəsinə bu qədər yaxındırsa, bəs niyə tamamilə donub nəhəng bir buz parçasına çevrilmir? Cavab 3 fərqli gücün birləşməsindədir. Birincisi, dərinlikdəki o inanılmaz təzyiq suyun sıxlığını artırır. İkincisi,
Duz amili hələ də öz işini görür. Və üçüncüsü, ən heyrətamizi. Yerin öz nüvəsindən gələn istilik okean dibindəki çatlardan sızaraq suyu aşağıdan yavaş-yavaş isidir. Məhz bu üç qüvvə birləşərək dərinliklərin donmasına imkan vermir. Beləliklə görürük ki, okeanın temperaturu sadəcə bir rəqəm deyil. Onun isti səthi bizim iqlimimizi formalaşdırır, fırtınalar yaradır. Dərinliklərindəki o sarsılmaz soyuqluq isə planetimizə bir sabitlik gətirir. Bəs bu nəhəng, buz kimi dərinliklər bizdən daha hansı sirləri gizlədir? Bu, gələcək kəşflər üçün açıq qalan bir sualdır.